Hər kəsə salamlar. Balqabağın dadından xoşum gəlmir deyənə heç əlim gəlmirdi bunu bişirim. Heç vaxt balqabaqdan şorba bişirməmişdim. Fikirləşdim bişirək dadına baxaq. Ən çətin məsələsi də bunu qabığından təmizləmək idi. Təmizləyəndən sonra doğrayıb proteini yerləşdiririk. Əlavə olaraq bir yer kökü, bir soğan və bir dilim sarımsaq da doğrayıb proteinin içine qoyuruq. Üzərinə duz, qara istiot əlavə eləyib sobada qızarana kimi bişiririk. Tərəvəzdə pişəndən sonra hamısını bir qaba əlavə eləyirik və blenderdan keçirdirik. Üzərinə 150-200 ml qaymaq əlavə eləyirik. Yenə də blenderdan keçiririk. Əgər çox qat alınsa, biraz üzərinə qaynamış su əlavə edə bilərsiniz. Şorbanız hazır. Baxmayaraq ki, mən heç bu şorbanı sevmirəm, çox dadlı alınmışdı. Siz də hazırlayın, dadına baxın. Nuş olsun.